Salam əziz izləyicilər. Bilirəm neçə gündür bizim Raminlə maraqlı videolarımızı gözləyirsiniz. Bu günləri sizi Raminlə salamlayırıq. Salam aleyküm. Burada Raminin oğlu Zeyd də bizdəndir. O da sizi salamlayır. Deməli, əziz izləyicilər, bu günləri təşəkkür edirəm. Bu videonu niyə çəkirik? Ona görə ki, bilirsiniz ki, Raminlə o iti açmaq məsələsinə təxminən 415 min baxış yığıb və orada çox belə deyək ki, kommentlər var, hansı ki, bir cavab verib izah eləmək olmur. İlk öncə onu izah eləmək istəyirəm ki, bəziləri orada ümumiyyətlə yazıblar ki, mərc nədən ibarətdir falan. Mən bir daha vurğulamaq istəyirəm ki, buradan bu mərc deyil, mərc başqa şeydir. Mərc sən nəsə qoyursan və qarşılığında nəsə qoyurlar və sən udursan, o başqa şeydir. Biz mərc oyunu təşkil etmirik qəti surətdə. Və biz sadəcə olaraq Ramin iddia elədi ki, mən hər bir iti aça bilərəm. Sadəcə müəyyən vaxt çərçivəsində. Yəni, ola bilər 5 dəqiqəyə, ola bilər 3 saata, ola bilər 4 saata. Amma bugün alınmadı, mən gedib sabah gələrəm söhbəti yoxdur. Yəni, 1 saat, 2 saat, 3 saat vaxtını sərf edir və həmin iti ya açır, ya aça bilmir. Düzdür, qardaş? Evet. Düz deyirəm? Evet. Yəni, deyir ki, mən hər iti açıram. Yəni buradan bir daha vurğulayıram ki, bu mərc oyunu deyil. Nəysə, qısacası keçək və istəyirəm mən həmin kommentlərdən oxuyum, oxuyaraq elə yerində cavablandıraq ki, bir çoxları məlumat olsun. Hə, bu arada mən onu vurğulayım ki, deməli, XL Dogs Əhməd o ilk yazanlardan biri idi, hansı ki, dedi ki, gəlin ilk başda mənim itimdən başlayaq. Və biz onunla üçlü şəkildə danışdıq. Onlar öz aralarında iti aça bilsə hədiyyəsini öz aralarında özləri həll edəcəklər və Əhməd dedi ki, inşallah ki, mənim görüşdə həmin iti açmağa gələndə əgər aça bilsə, əlavə söz verdiyim hədiyyədən əlavə də hədiyyəm olacaq. Sadəcə olaraq indi hava şəraitindən asılı olaraq videonu hələ çəkə bilmirik. İnşallah ki, gedib yerində Raminlə həmən videonu çəkəcək. Düzdür, qardaş? İnşallah. Aha, nəysə ki, indi sizə rəyləri oxuyuram. Görək Ramin qardaş cavablandırsın. Ramin qardaş həyət itini aça bilər. Gəlsin, gedək çoban itini açmaqdan iddia edək. Zaten, belə deyək, Ramin qardaş elə əsas çoban itlərindən danışıb. Yəqin ki, siz videoya tam baxmamısınız. Əlində heç nə olmayacaq. Nəsə olacaq əlində Ramin? Xeyr. Xeyr. Sadəcə boş. Ümumiyyətlə, mən bir şey deyim. Bəziləri orada soruşur ki, iti açmaq, bağlamaq. Xeyr, bu yarışın necə keçirildiyini... İti əl dəyməyi də bəs edir. Yəni, sığallamağın bəsçi etməkdir ki, açdım ya bayaq bağladım onu. Yəni, mən yaxınlaşıb iti sığalladımsa, it mənə özünü yəni yaxın Bəli, qoymuşsa... sığallayıb qaçdımsa xeyr, sayılmır. Qaçdım, yox, sığalladım, istədiyim vaxt açıb bağ edirəm. Deməli ki, mən açdım. Deməli ki, mən açdım. Bəli, tamamilə doğrudur. Ümumiyyətlə, bu... İt mənə özünü yaxına Bu qoyursa, iddia elə keçirilir ki, ümumiyyətlə sizə deyim ki, hər yerdə iti bağlayırlar bir yerə, ağaca, dəmirə, fərqi yoxdur. Bağlayırlar və yəsi çəkilir. Volyerdə olsun, fərqi yoxdur, volyerə girəcəm. Volyerinə girəcəksən. Yəni zəncirdə deyil, volyerinə girəcəksən. Dəqiq? Su. Mən nə deyim? Özün dedin, mən demədim. Yəni, bilsə nətərdir? Heyvan, bu itə, çoban itə, güzel heyvanlar bu itə. Bu itə yaxınlaşmaq, yəni insan özünə vaxt lazımdır. Mən Nadir qardaşımızdır, onun itlərinə o Savitə heç kim yaxın dura bilmir. İndiyə kimi, o Qavəyə də heç kim yaxın dura bilmir, Nadirlə başqa. Savitə vəbşə heç bir, nə atası o da ehtiyatla yaxın dururdu. Yəni, mən o itləri tam özümə şey eləmişdim. Sonra əmisi bəli, əmisi o dilində iti deyilə. Yəni, heyvanı fərqi yoxdur, itdir, yəni pələngdir. Normal yaxınlıq eləsən, eləsi var da 5 dəqiqə, 10 dəqiqə yaxınlaşıb devam eləmək var. Eləsi var ki, saatlarla çəkər. Mən Nadirin, amma bir iti var ki, mən elə 15-20 gün o itlə əlləşmişəm. Ki, mən o yaxın gelim o heyvana. Amma bu o deməkdir ki, bu belə deyək də, həmin iddia ondan ibarət olacaq ki, çünki bu da var ki, yəni neçə gündən söhbət getmir. Yəni, aydın məsələdir. O indi ver ki, o 95%, bir xoda. O 5%, zat 10% o var ki, orada, yəni,
Hansısa it qalsın günlərdən də belə. Hə, başa düşdüm. İndi baxaq görək. Mənim bir itim var, cırıq-cırıq eləyər onu. Nəysə bu boş kommentlərdən biridir. Hə, okey qardaş, çox sağ ol. Mənim qaynanamı atsa verəcəm varsın. Ay qardaş, ay qardaş. Bu şeydir, siyasi söhbətdir. Düzgün deyil. Aha. Bilməyənlər üçün deyim ki, bir sirri var, mümkündür. Çox iti açıb apara bilər, amma hər it üçün keçərli deyil. İndi, hə, qardaş, sənin də fikir və hörmətlə yanaşırıq. Bu da siyasi söhbətdir. Əhməd, gəlin elə bizim itdən başlayaq. Ola elə çıxsın ki, ona keçərli olmasın. Əlbəttə. Çox retkisi o şeydir də, yəni ki. Bəli. Biri yazıb duxu olan gəlsin vaxt 5 dəqiqə. Mən bunu heç səni danışdırmıram. Çünki özüm bu sualın cavabını verdim ki, 5 dəqiqə o qoyulası bir şərt deyil. Yəni bu düzgün bir şey deyil. Yəni sizin qoyduğunuz şərt. Dux olmağa dux var, var. Yox, yaxınlaşmaq itə. Prosta yaxınlaşıb 5 dəqiqə açacam asan bir şey. Asan yox, ümumiyyətlə o düzgün bir şey deyil. İtərə səni bu dəqiqə görür. Nəysə, onu da keçdik. Abbas əmi deyib, Rəsul qardaş, sən fikrin nədir? Abbas əmi, səni buradan salamlayırıq. Qardaşı götürüb gəlin bizim həyətə. Abbasov Zaur qardaşlardandır. Mən həmin qardaşa izah elədim ki, yəni bu mərc deyil də, yəni qardaş öz canını qoyur ortaya. Yəni deyir ki, yəni dişləsə də itməli, heç kim məsuliyyət daşımır buna görə. Siz də bir hədiyyənizi deyin görə, nə hədiyyə eləyəcəksiniz mənə? Hər nəysə ki, yəni mən dedikdən sonra qardaşdan bir təklif gəlmədi. Ona görə də biz bunu keçdik. Deməli, только Allah может судить меня. Futbola baxırıq, əziz izləyicilər bu arada. Dəqiqə. Qardaş yazıb ki, məndə biri var, aça bilər, gəlsin. Sadəcə olaraq mən buna cavab vermişəm qardaşa. Təklifiniz yazmışam. O da yazıb ki, 1000 manat hədiyyə edəcəm, amma iti vurub eləməyəcək. Gedib zəncirdən atsın. Mən bu kommentin cavabını boş buraxmışam, çünki görməmişəm. Qardaş cavabını verib, mən onu görməmişəm. Buradan elə sizə səslənirik, əziz qardaş. Əgər fikriniz dəqiqdirsə, bizə əlaqə nömrənizi yazın. Heç bir vurmaqdan söhbət gedə bilməz. Çünki biz ümumiyyətlə iti vurmağa qarşı insanlarıq. Yəni bu belə bir şeydən söhbət gedə bilməz. Hər şey çəkilir. Vursan itə heç yaxın döyə bilməzsən. Bəli, yəni vurmaq bir qağa. İtə vurdunsa sən itə də özünü öldürsən ona yaxın döyə bilməzsən. Aqressivlikdən söhbət gedirsə, bəli, qorxaq. Vurdunsa qurtardı getdi. Deməli, sonra Gəncə Samuqda var. Aça bilsə iti aparsın 20 gündən sonra gəlsin qardaş. Əzizim, ümumiyyətlə bu it hədiyyə eləmək söhbətinə necə baxırsan? Yox, qardaş, özümün elə itləri var ki, yəni ehtiyac yoxdur. Maşallah, özümün itim var. Yəni it hədiyyəsinə söhbəti eləməyək. Yəni maraqlı hədiyyələrlə gəlin, belə deyək. Qardaş demişdi, əzizimiz var, Abdullah, burada onu salamlayıram. Demişdi ki, sarı heyvanın atsın Nadirin. Biz də demişdik ki, bəs o iti ram eləyib. Bir qardaş bayrağa ilişmişdi. Elə sizin xətrinizə, yaxşı qardaşların xətrinə həmin, belə deyərlər, hudini dəyişmişəm. Artıq bayraq bir qıraqdan, elə sırf qardaş sənin kommentinə uyğundur. Demişdim, bir qıraqdan balaca, sənin xətrinə bir qıraqdan balaca düzəltmişəm. İnşallah. Deməli, onu da keçdik. Ramin qardaş mastivi də aça bilər. Bəli, yəni cinsin fərqi yoxdur. Hər bir cinsə görə gələcək, açacaq inşallah. Salam, bəs aça bilməsə siz nə təklif edirsiniz? Burada kommentdə də vurğulamışam, bir daha da vurğulayıram ki, qardaş öz canını ortaya qoyur. Yəni deyir ki, mən aça bilməsə, qardaşı aça bilməsə bu deməkdir ki, qardaşı artıq sizin itiniz dişləyib. Yəni bu halda da qardaş sizə heç nə deməyəcək, sakitcə oturub maşına məndən çıxıb gedəcək. Nəysə, o da getdi. Qardaş öncə güllələyib, sonra açır. Yağ olsun, qardaş. Kef sizi.
Deyir komandamızın Kolay adı soxulmamış, olacaq. öyle. Hə, it açanlar komandası. Hə, bir qardaş yazıb ki, türklər ideyanı verir, Azərbaycanlılar icra edir. Qardaşlara ümumiyyətlə deyəcək sözüm yoxdur, çünki Mən türkləri də görmüşəm, amma mən əsas ona baxıram. Ən çox o Meksikalı biri var, adı yadımda deyil. Qardaş, biz Ən çox yüzlərlə ona işlər baxmışam, görmüşük, yəni ölkə olaraq Azərbaycanlılar. O deməkdir ki, Türkiyə onu edə bilməz, yəni ki, yəni bu çox maraqlı bir sualdır. Biz demirik ki, biz dünyada bir ilk eləmişik, nəsə kəşf eləmişik. Qardaşın iddiası var. Kimsə güləşir. Yox, tək mən deyirəm ki, Azərbaycanda elə oğlanlar var ki, vallah bu kəndlərdə elə oğlanlar var ki, şu həyatın cəmaatını itin oğlayıb aparırlar. Mən şəxsən 2 nəfər tanıyıram ki, həyata düşürlər bu kəndlərdə. Tanınmış itləri aparıblar. Yəni, ay nə bilim, mənə itmə, yaxın durmaq olmaz da ki, yox. İt oğlular var da. İt oğlayan uşaqlar mən görmüşəm ki, it oğlayıblar. Yəni həyatdan it çıxarıblar. Ya elə uşaqlar çoxdur. Elə o demək deyil ki, heyvanla dil tapdınsa, lüboy heyvan, lüboy adam da eləyə bilər. Prosta ürək lazımdır. Biraz yaxınlaşıb heyvanın psixikasını tutmaq lazımdır. Heyvanın sənə baxışını, heyvanın sənə əvvəlcədən tutmalısan ki, o sənə nə etmək istəyir. Elədir. Sadəcə olaraq dəstək olmaq əvəzinə deməkdən ki, halaldır qardaşlar, bizdə də belə bir şey eləyirlər. Bir çoxu sağ olsunlar, dəstək olurlar. Bəzi qardaşlar da görsən, türklər lağ edir bizə. Nəysə, keçdi. Bizim qonşu var, o da girə bilir, padar itlərin içinə açır. Padar nədir? Padar itlər, quba itlər, padar kəndi var. Var elə adamlar, it nəysə dəymir ona. Bizim kənddə Allah rəhmət eləsin, öldü, o da elə idi. Allah rəhmət eləsin. Nata xanım yazıb ki, hörmətli Nata xanım yazıb ki, iti açmaq asandır, özü də erkək iti. Həyətdə açıq olan dişi iti bağlaya bilirmi? Bunu izləmək maraqlı olardı. Bağlayarsınız? Nata xanım, buradan sizə səslənərik. Əgər yaxşı bir hədiyyə söz versəz, gəlib bağlayarıq o iti inşallah. Mən inanıram, çünki elə adam görmüşəm. Hər bir iti açıb aparmaq olar 2 şərt ilə. 1. İt zəncirdə olmalıdır. 2. İtin sahibi yanında olmamalıdır. Bəli. O mənim taktikamdır. İtin sahibi yanında olmamalıdır. İtin sahibi olanda gec gedir. O sahibinə inanır. Amma sahib olmayanda güvən. Ancaq özü qalır. Demə. Bildim. Bəs biz necə çəkəcəyik? Bir çuruyadan bax çəksin. İtin sahibi olmasın. Əsas çəkiliş olsun ki, şəffaf olsun. Uzaqdan da çəksin ki, o da yazıları çələməsin. Amma təbii. İtin sahibi olmasın orada. Tamam. Anladım. Hər ehtimalla ola bilər ki, yəni kameranı qoyub özümüz aralışa da bilərik, o da olar. İtə gedirsə ürəkli adamdır. Harda paylaşacaqsınız? YouTube-da, Dox Azərbaycan kanalında. Var belələri. Heç o mənim pişiyimə yaxın düşə bilməz. Düzdür, sizin pişiyiniz başqa. Pişiklə nərəm yoxdur. Pişiklə də işimiz Ramin kimi insanlar var. Biri də bizim qonşudur. Hətta iti elə hipnoz edir ki, it öz yiyəsinin üstünə cummaq istəyir. Baxın, indi buradan səslənirəm sizə ki, baxın, yazıb ki, mən hədiyyə edirəm 500. Atsa yəni. Yazmışam, əlaqə nömrənizi yazın, yoxa çıxır. İtin dişi də var, mənim boğazımda. İt dişidir o. Canavar dişi də elə bilmişdilər keçən dəfə. İt dişi, hətta. Başqa bir dəmirçi rəngsaz qardaş yazıb ki, mənim var, yəni iddiası var. Yazmışam, irəli sürün, yoxdur. Nə diqətdə, nə şəxsidə. Gəl mənim kanqalımı aç, götür, apar. Əziz qardaş. 2 dəfə kanqal açmışam mən. Özü aqressiv kanqalları. Bəli, temboli. Yəni, əziz qardaş, hədiyyəniz it olaraq istəmir. Bizim yetər qədər itlərimiz var. Gələ bilərsiniz. İt göstəriblər burada. İt. Amma cavab yoxdur. Qardaş bir it şəkli atıb, yazıb ki, çox sərt heyvandır. Özüm də birdən çəkinirəm açmağa. Dediyim kimi qeyd edəcəm, sizin üçün
hədiyyənizi söz verib danışarıq. İt açıq olsa həyətə girib bağlaya bilər. Bəli, girib bağlaya bilər. Hə, qardaş yazıb ki, mənim itimi aça bilməsə, siz nə verirsiniz? Mən də ona bir daha izah elədim ki, qardaş canını ortaya qoyur, bəs biz qarşılığında heç nə qoymuruq. Çünki biz nəsə qarşılığında təklif edirik, bu artıq birinci növbədə mərc oyunu. Mümkün deyil, yazıb qardaş. İtiniz varsa, gələk mümkün edək. Bir qardaş yazdı ki, gəlsin 500 manat qoyuram, ortaya uçsun, aparsın. Dogo Argentino. Yazdım, harda yaşayırsınız? Yazdı Novxanda, əlaqə nömrəsi verin yazdım. Yoxdur, əlaqə nömrəsi yoxdur. Valla neynirlər? Tufan qardaş yazıb, bu aparıcım, başqa işi yoxdur, görək. İşimiz adıdır. İşimizin adı budur. Aparıcı. İşləyirəm də. Buraxılışımızın sponsoru Maystik yemlərdir. Maystik yemlərinin pişiklər və itlər üçün bütün növ çeşidləri mövcuddur. Əldə etmək üçün zoohouse.az mağazalar şəbəkəsi ilə əlaqə saxlayın. Nurlan Cəbrayıllı 032 deyir ki, 3 nəfər dostunu, 3-4 nəfər dostunu taq edib yazıb ki, qaqaların bərk yerə ilişdi. Amma bir bərkçilik görmədim, yəni nə mənada ki, yəni bir təklif görmədim sizdən. Təklif edin, gələk, baxaq görək, hara ilişmişik. Çoxlu xoş rəylər də var. Salam, it onu yesə kim cavab verəcək? Biz zaten çəkilişlə gəlirik, hər şey çəkilişli olacaq. Yəni qardaş da indi bu videoda belə deyir ki, hər şey öz məsuliyyətindədir. Düzdür mənim əziz qardaş? Hər bir şey öz məsuliyyətindədir. Yəni biz ona heç bir şeyə vadar etmirik. Özü deyir ki, yəni bu mənim hobbimdir, mən sevirəm, yəni itlərlə işləyirəm və deyirəm ki, mən aça bilirəm. İstənilən iti heç kim aça bilməz. Şərtlər var, o şərtlərdən istifadə etmədən, əlində heç bir avadanlıq olmadan. Əli 234 yazıb bu rəyi. Bəli, sırf siz dediyiniz kimidir. Yəni o şərtlərə uyur, əlində heç bir şey olmayacaq. Hə, bunun kimi bir qonşum vardı. Dedi, sənin itini açıram. Dedim, aç. Güclə almışam itin əlindən. Hələ ziblə də düşdüm. Xəstəxana quduz iynəsi falan. Həsən Ağayev, əzizim, buradan vurğulayırıq ki, bizlə elə bir şey ola bilməz. Tam rahat şəkildə. Yəni, əgər... Yaxınlaşa bilməyəndə deyəcəm, yaxınlaşa bilməyəndə. Problemdir bu itdə. Mən itin psixikasına baxan kimi bilirəm ki, ona yaxındır, nə olur. Bəli. O da 95% normal itə baxılan itlərin, həyat itlərinin elə deməklə 97%-i psixikası yerində olur. O hürməklə, nə bilim, hav eləməklə boş şeylərdir. Çox vaxt deyirlər ki, hürən it tutmur. Yəni o boş şeylərdir. Qapıya gəldi özünü dağıtsın, hürsün. O 2 dəqiqədir. 3-cü dəqiqə o it sakitliyinə baxırsan. Kimin həyətinə də girirsiniz, yəni girin, həmən şeyi yoxlayın, çox itlərin yanına getmirsən də, indi belə götürmüşsən. Hansı it səni, ya sahibi saxlayanda hürübüstü və ana qardaşın itlərin yanına getmirsən, Bəli. Getmişsiniz, nə idi, Abbas kişini, Bilaçılıq, hansının iti özünü, bir dənə ilk görəndə sizi şey eləyir də, üstümüzə gəlir. Əslində Abbas əmidə adamcıl olan Ramodur. Bilirəm. Ramodur. Yəni o son bir anda gətirir, sakit dayanır da yanında it desəz. Yanında sakit dayanır. Siz olmasanız da it yenə sakit dayanacaq. Görək də. Hansı həyətə belə girəndə ya özünüz girirsiniz, görürsünüz itlər. Birinci 3 dəqiqə öləcəksiniz. Abbas əmi deyir, mənim deyir, bu dəqiqə pulum yoxdur, deyir, yer alım deyir. Yasir. Yəni yer alsın, versin, mən yaxınlaşım itinə, problem yoxdur. Amma bir iki sot torpaq versin, masada zaten. Şeydir, gəl mənim həyətimə gir, aç mənim itimi, aça bilsin, sənə maşınımın açarını götür, get. Roma altdan yazmışam 062. Mən də yazmışam, deyəsən cavablandırmışam. Yox, cavab görsənmir burada. Çünki mənim telefonumla çəkiliş edir, yazı qardaşlar, Qaqaşın, Zeydin
telefonundan oxuyuram burada. İndi Yazmışam yazmışdım. əlaqə nömrənizi yazın, qardaşdan cavab ver. Hə, yox. Aha, yenə biri yazıb. Köynəyinin yazısını dəyiş. Açıq it var, həyətə girən oğlan axtarır. Bağlı iti uşaq da açır. İt açılanda sevinir, ona görə dəymir. Bir düz deyir. Açıq iti biraz çətin olur. O müəyyən bir vaxtda onun da yanına yaxınlaşmaq olur. Aha, Şuşalı 058. Buradan sizə səslənirik ki, əgər O biraz təlim keçmiş it olsun, o Afşarka növünə, ya Havabayzada elə şeyə təlim keçməyə inanmıram. Amma xırda bu Malinois'dir, nədir bu itlər açıq olanda, hə, ola bilər ki, o təlim keçmiş, təlimə öyrəşmiş ki, mən həyatıma kimsə başqası girdisən, tutmalısan onu. Hə, o itlə çətindir biraz. Biraz yox, çox çətindir elə heyvanla şey aparmaq. Bağlı itin amma çoxunu açmaq olur. Yəni 99%. İndi biz Şuşalı 058-ə nə deyək? Hədiyyəsini söz versin. Hə. Problem yoxdur, onu da yəni dənəmək olar. Hədiyyənizi söz verin. Yoxlamaq olar. Əlaqə nömrənizi yazın, danışaq inşallah. Erkək liboy iti açmaq olar, amma dişi iti yox. Bu barədə nə düşünürsünüz? Dişi itlər biraz çətindir də, erkəyi aldatmaq olur, açıb aparmaq olur. Dişi öz yiyəsinə, həmişə dişi heyvan öz yiyəsinə, öz qoyduğu yerə, öz həyətinə erkəkdən daha çox sadiq olur. Yiyəsinə qarşı daha çox sadiq olur deyə dişi ilə yəni çətindir, çətin olur işləmək. Burada bir qardaş var, Amid Uğur 2019. Sənə sırf buradan bu cavabı video şəklində verəcəm. Bunu kəşfətə salsınlar inşallah. Görsünlər, tanısınlar səni. Rasxoda verəcəm səni. Yazıb gəl bizə qaynanamın ipini aç, 1000 manat verəcəm. Səni paylaşacağam. Qaynanamın ipini aç. İpini. İpini. Tutduğu belə Mən I am intimate, qanlar həyatı boyu aça bilməz tikələrini parçalayır. Qardaş, nə yazıb o da mən başa düşmədim, qardaş. Bir Azərbaycan dilində düz yaz, başa düşək, qardaşımsan. Qızıl it durdu, deyirdim ki, gəl aça bilsəydi, ona maşın haçarını ona verdim, inan Allaha. Onun Nazim Zeynalov demişsiniz ki, onun başı üçün deyil, hər bir qapıya girə, it aça, gəlsin mənim itima açsın. Buradan sizə səslənirəm, zəhmət olmasa hədiyyə sözünüzü verin, gələk yerində inşallah ki, açaq. Aça bilməsək də çıxaq gedək. 10.000 verirəm, itimə yaxın durub, iti atsa, ancaq ona mən verəm paltarı geyinəcək, girə bilməsə 20.000 alacam, itin ona vurduğu zərərə məsuliyyət daşımıram. Nəyəsə, nə oldu danışır? Yox, 20.000 alacaq, paltar verəcək, halaldır qardaş. Nə oldu danışır, qardaş, kimdirsə. Aça bilmirəm, qardaş, məndən 10.000-ə, 20.000-ə bilmirəm, aça bilmirəm, çətin məsələdir. Bir nəfər pudel şəkli atıb yazıb gözləyirik. İtlər özü bizə güvənir. Bəli. Düz deyir, kim yazıbsa düz yazıb. Həyatların çoxunda da itlər o qədər saxlayırlar ki, Allah haqqı, o agresiv itlər ağzından lüboy adam özünə yaxın qoyuyor. Biraz vallahi hamısı çox TikTokda da fikir vermirsən, baxsan hamının itlərin qalı-qavağı görsən. Qardaş, çörəklə itə baxırlar, çörəklə itə baxırlar. İti aça bilər, qudurmuş insanı necə? İpdən aça bilər. Yox. Onlarla işim yoxdur, qardaş. Qudurmuş insanlar bizlik deyil. İddianız olmalıdır deyəndə mərc edirik. Udussaz nəsə verməlisiniz. Deyin, daha aydın olsun. Sizlə iddia edərəm necə lazımdır. Amma ilk 5 dəqiqə. Qardaş, bunun cavabını verdi, əzim. 5 dəqiqə də ola bilər, 3 saat da ola bilər. Spirtli içki iç, it tutmur. Yox, yəni biz ayıq gedəcəyik. Nabəli spirtli içkili daha da xoşları gəlmir. Mənim itlərim şəxsən xoşdur, pitbullum mənim xoşlanmır. Mənim də vəsvəliyim var idi, konkret xoşlanmırdı spirtli içki içən. Mən içəndə belə qaçırdım məndə. Yoruldum bu Məlik Məmmədin nağılını eşitməkdən. Qardaş, bloka at da bizə başla dön. İtlərə yem eləmək istəyir kişini. Sıva mənsən.
Qurtardı. Gəlsin mənim itin yanına görəcə bilər. Qardaş, Xaliq Fəthullayev. Cavad yazıcı. Hə. Orada intervyu gedə-gedə Ağaş oturub deyəsən futbola baxır. Gör kimin şəklini qoyub yazıb bu itlə bütün Avropa bacara bilmir. Mən bir itbaz kimi deyirəm ki, erkək iti açar, aylıq dişini aça bilməz. Ayıq dişini. Aylıq yazıb. Ayıq dişini. Lı yazıb da, yəni onu açmaq olur, çətin də açmaq olur da. Yəni o istəyir bir dişi var, gəlsin atsın, atsa iti aparsın, halal xoşu. Yox, əzizlərim, biz belə deyək də, biz it lazım deyil bizə. Bizə hədiyyənizi hədiyyə eləyin, kifayətdir. Bizə deyən də ki, Ramin qardaşa mən burada qısacası bu iddia məsələsinə nöqtə qoymağa gəldik ki, buradan sizə ətraflı şəkildə izah eləyək ki, yəni məsələ necədir. Məsələ bildiniz ki, nədən ibarətdir və əgər sizin də belə deyək, güvəndiyiniz itiniz varsa, öz belə deyək, təklifinizi, hədiyyənizi irəli sürün, bizimlə əlaqə saxlayın. Biz Ramin qardaşla uyğun vaxt tapan kimi gələk, inşallah qismət olsa sizin itinizi zəncirindən açaq və yaxud da Ramin dediyi kimi lazımdırsa, girək həyətdə onu bağlayaq. Nəysə ki, düşünürəm ki, bu yaxın günlərdə inşallah gedək Əhmədlə ilk çəkilişimizi bu barədə eləyəcəyik. Həmin videonu da mütləq izləməyi unutmayın. Ümumiyyətlə bizim bütün videolarımızı bəyənib, izləyib və paylaşmağı unudub. Ramin mənə də çaşdırdı. Unutmayın, dəstək olun bizə. Düşünürəm ki, bu yerdə artıq sağollaşa bilərik. Çünki Raminin fikri qalıb Qarabağın oyununda. İnşallah ki, 2-1 düşür. İnşallah ki, udarıq. Hələlik. Sağ olun. Sağ olun. Sağ olun. Hələlik.